Xaçmazda 17-25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesi yekunlaşar-yekunlaşmaz bölgənin bütün rayonlarında bu prosesin şəffaflığına şübhə doğuracaq söz-söhbətlər və şayiələr yayılmağa başladı. Keçirilən sertifikasiya imtahanlarında ciddi qanun pozuntularının və korrupsiya hallarının baş verdiyinə dair dildən dilə dolaşan bu səs-səda az qala uğurlu yüksək bal toplayan pedaqoqların səsindən və sədasından daha çox hallanmağa başladı. Rüşvət müqabilində imtahandan kəsilən bəzi namizədlərin nəticələrinin saxtalaşdırılaraq uğurlu nəticə kimi tərtib edilməsi və hətta rüşvətin məbləğinə görə qiymətləndirilmə balı təyin edilməsi kimi çox ciddi və narahatçılıq doğuracaq məqamlar yayıldı. Əlbəttə ki, bu saxtakarlığı tam şəkildə müəyyən etmək və səsləndirilən iddiaları ifşa etmək üçün imtahanın keçirildiyi otaqların video görüntülərinin dəqiqliklə izlənilməsi əsas şərtlərdəndir. Bu prosesin əlçatan olmadığı da hər kəsə məlumdur. Görüntüləri izləmək imkanınız olmasa da, baş verən bir sıra prosesləri araşdırıb bu iddiaların əsassız olmadığı qənaətinə gəlmək mümkündür. Əldə etdiyimiz məlumatlara görə bu istiqamətdə artıq cəzalandırılan və hətta işdən azad edilən şəxslər də mövcuddur. Xaçmaz şəhər 4 saylı orta məktəbində çalışan bir pedaqoq sertifikasiya imtahanında uğurlu nəticə əldə etmək üçün əlaqəli vasitəçi şəxslərə üz tutur. Bu araçılığı edən birinci şəxs Quba rayonunun Zizi kənd orta məktəbinin laborantı Ayna Həmidova adlı şəxs olur. O müəyyən rüşvət qarşılığında sertifikasiya imtahanında uğurlu nəticə əldə edilmə imkanının olduğu vədini verərək həmin pedaqoqdan öncədən razılaşdırılmış vəsaiti alıb elə həmin məktəbin yeni təyin edilmiş direktoru olan Vəfa Paşayev adlı şəxsə verir. Vəfa Paşayevanın isə həmin vəsaiti Quba Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə sektorunun sürücüsü olan Sahil Qocayeva verdiyi iddia edilir. Qanun pozuntusunun və korrupsiya zəncirinin iştirakçı tərəfinin iradəsində olan hissəsi nöqsansız başa çatsa da, zəncirin digər halqasında işlər planlaşdırıldığı kimi getmir və həmin şəxs imtahandan kəsilir. Faktla əlaqədar olaraq o Quba Xaçmaz Regional Təhsil İdarəsinə müraciət edir. Qısa müddət ərzində idarə müdürünün əmri ilə həmin vəsaiti məktəb direktoru Vəfa Paşayevadan alan sürücü Sahil Qocayev işdən azad edilir. Pulu imtahanda uğurlu nəticə əldə etmək üçün birinci şəxsdən alan laborant Ayna Həmidovanın və direktor Vəfa Paşayevanın hansı formada cəzalandırılması barədə isə hələlik heç bir dəqiq məlumat yoxdur. Faktla əlaqədar olaraq bu korrupsiya piramidasında iştirak edən məktəb direktoru Vəfa Paşayev ilə əlaqə saxlayıb münasibətini öyrənməyə çalışdıq. O faktı nə inkar etdi, nə də təsdiq. Sadəcə görüşüb məsələnin səssiz-sədasız həll etmək üçün bizdən xahiş etdi. İlkin təəssüratlara görə hadisənin kimlərinsə iradəsindən kənar baş verdiyi sezilsə də başqa bir kimlərin iştirakı ilə baş verdiyi şübhə doğurmur. Hər halda bundan sonrası müvafiq dövlət strukturlarının, ondan sonrası isə dövlət büdcəsi qarşısında şəffaflıq öhdəlikləri daşıyan nazirliyə qalmış. Xaçmazda 17-25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin bütün günlərinin video görüntüləri diqqətlə izlənilməli və ən azı şübhə doğuracaq hallar üzrə imtahanda iştirak edənlərin yekun nəticələri bir daha nəzərdən keçirilməlidir.